Həftə sonu fələkdən bir gün uğurlayıb uşaqlarla üzü şimala yola çıxdıq. Gəlin sizə adını çox eşitdiyim, amma heç vaxt görmədiyim Dəyirman restoranından xəbər verim. Məkan böyük bir bağın içində yerləşir. Hər yan yaşıllıq, hər tərəf meyvə ağacları, gül çiçək. Mənzərə o qədər gözəldir ki, gəzdikcə doymursan. Burada həm ağac altında, həm söhbətgahlarda, həm kabinetlərdə, həm də geniş salonda oturmaq mümkündür. Biz ağacaltı bir məkan seçdik. Bu arada girişdə qarşımıza çıxan manqal adamın ağlını başından alır. Sizə bir tövsiyəm, bura özəl dəyirman steak var. Gəlsəz mütləq yoxlayın. Bax, belə dəmir üstündə qızardılır və dadı o qədər gözəldir ki, mən şəxsən bu ləzzəti başqa heç yerdə heç nədən almamışdım. Bax, bu şəkildə servis olunur və qiyməti 20 manatdır. Digər sifarişimiz can əti ilə nar qovurma və 2 şiş döymə oldu. Nar qovurma 17, döymənin bir şişi isə 7 manatdır. Yeməklərin dadı barədə uzun-uzadı danışmaq istəmirəm. Tək kəlmə ilə möhtəşəm. Yəni nəsə qüsur görmədik. Afisant döyməni o qədər təriflədi ki, masaya gələn kimi uşaqlar məhv elədi. Sonda antrikotla məclisi bağladıq. Bir də buranın çörəyinin dadı damağımda qaldı. Özləri hazırlayır. Xəmiri nazik və dadlı. Qiymətlərə gəlincə çox da ucuz deyil, amma belə qorxulu dərəcədə baha da deyil. Yəni belə deyim də, bölgəyə uyğun qiymətlərdən biraz yüksəkdir. Amma bu cür mənzərəyə və keyfiyyətə görə hardasa başa düşüləndir. Bura Qubanın girəcəyindən sola tərəf dönəndə Amsar kəndinə gedən yolda yerləşir. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.